İrfani mənbələrdə yalnızlıq daha çox tərbiyə mərhələsi kimi təqdim olunur. Əllamə Təbətəbai insanın öz nəfsi ilə üzləşməsi üçün tənhalığın vacib olduğunu vurğulayır. Çünki insan daim insanlar içərisində olduqca öz qüsurlarını görməyə vaxt tapmır. İnsan bəzən cəmaatdan uzaqlaşmalıdır ki, nəfsinin səsini başqasının səsi ilə qarışdırmasın. Ayətullah Behçət ağanın davranış məktəbində insanlarla ünsiyyət imtahan meydanıdır. İrfanda qəzəb idarə olunmayan bir qüvvə kimi dəyərləndirilir. Əllamə Təbətəbainin düşüncə xəttində qəzəb insanın özünü kainatın mərkəzində sanmasından doğur. Yəni hadisə bizim istədiyimiz kimi olmayanda daxili müqavimət yaranır. İnsan başa düşəndə ki, qarşısındakı şəxs onun müəllimidir, qəzəb yerini düşüncəyə verir. Şəhid Mütəhərri qeyd edirdi ki, kamil insan axtaran daim əsəbləşər. Yəni insanları mələk kimi görən onlara şeytan kimi qəzəblənər. Əlbəttə ki, irfana görə hər inanc eyni dəyərə malik deyil. Bəli, inanmaq hər qəlbin ehtiyacıdır, amma hər inanılan şey qəlbin qidası deyil. Necə ki, Əllamə Təbətəbai qeyd edir, inanc qapıdır, hər qapı eyni otağa açılmır.